Biz burada daha doğrusu orta müddətli hədəflər haqqında danışa bilərik. Onlar əldə oluna biləcək bir hədəflərdir. Əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna məhz inkişaf etmək imkanını yaratmayıbdır. Bizim bütün şanslarımız var idi. Bütün bu dağıntılara, Azərbaycan xalqının əziyyətlərinə baxmayaraq belə bir inkişaf baş tutmadı. Cənubi Qafqaz regionu həm iqtisadi baxımdan, həm nəqliyyat marşrutları baxımından bu imkanları itirdi və əlbəttə ki, əgər biz Azərbaycan ilə Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, bütün bu sahələr, sərmayə, siyasi dialoq, bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum etdi və əslində işğal və təcavüz nəticəsində onlar tranzit ölkəyə də çevrilə bilmədilər. Onlar Azərbaycanın enerji resursları üçün və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi. Neft, qaz və yaxudsa yüklərin daşınması Azərbaycandan Gürcüstan ərazisi ilə gedir və Ermənistan onun prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişafını səhv hesabladılar və beləliklə özlərini iqtisadi gələcəyindən məhrum etdilər. Onların real müstəqilliyi bununla bağlı əngəlləndi. Onlar böyük bir Ermənistan furyası ilə yaşayırlar.